Sizi bilmirəm, amma bizdə qar hələ də əriməyib. Yəni vəziyyət budur, hər yerdə qar var. Bəzi tərəflərdə biraz əriyib, amma ki, bəzi tərəflərdə yox. Qalın qar var hər yerdə. Cəmaət da ki, yarı insan şortik maykadadır, yarı insan kurtkadadır, amma deyəsən ən qalın geyinən elə mənəm. Bir balaca utandım. Burada da belə balaca gölməçələr əmələ gəlib. Məncə elə sudur bura. Sudur. Elə bildim buzdur, amma buz değilmiş, suymuş. Ama mənzərə qəşəngdir. Buraları inşallah havaları qəşəngləşsin, sizə hər birini çəkib tam göstərəcəm. Onda daha qəşəng görsənir. Dünən belə bir post paylaşmışdım ki, mənə suallarınızı verəsiz və orada belə bir suala rast gəldim ki, siz Rusiyanın hansı şəhərində yaşayırsınız qeyd edilmişdi. Biz Rusiyanın Obninsk şəhərində yaşayırıq. Təbii ki, mən bunu əvvəlki vloqlarda qeyd etmişdim, amma deyəsən baxmamısınız. Burada xoşuma gələn şeylərdən biri də heyvanların insanlardan qorxmamasıdır. Baxın, quşlara nə qədər yaxınlaşıramsa, yenə də onlar məndən qorxub qaçmırlar. Hətta bu çox yaxın məsafədir, tam olaraq videoda bilinməsə də. Bu arada bunlar boz qarğalardır. Biraz fərqlidirlər qara qarğadan. Bir tık fərqləri var bunların. Bir də hara baxırıqsa bu tipdə 9 maya aid belə şəkillər, mini abidələr və s. var. Qonşulardan biri maşınını vurmuşdu. Maraqlı məlumat imiş kimi onu da sizə göstərirəm. Bu da uşaqların oynaya biləcəyi kiçik bağçalardır. Evlərdir, hansı ki burada yayda qızlar, balaca qızlar gəlirlər qonaq-baca oynuyorlar. Böyük insanlar idman edirlər. Faiq Ağayevi işləmişəm. Ümid edirəm özü də görər, bəyənər. Hələ tam bitirməmişəm. İlk tonları atmışam. Gözləri falan işlənməlidir. Hələ bu gözü vəbşi yarımçıqdır. Bu bir balaca işləmişəm. Əsas da geyimi. Sadəcə bir ton atmışam. Bu arada quaşla işləyirəm. Məncə quaşla daha yaxşı olur. Təbii ki, yağlı boya ilə portretlər daha mükəmməl çıxır. Rəngli qələmlə də qəşəng olur. Akvarellə də qəşəng olur. Amma bir balaca quaşın texnikası yağlı boyaya bənzədiyinə görə mənə daha maraqlı gəlir, belə deyim. Yağlı boya ilə də tabloları Azərbaycana aparmaq problemi olduğuna görə işləmirəm. Hal-hazırda əsasən quaş, akvarel, rəngli qələmlə işləyirəm. Burada yarımçıq qalan digər əl işlərim var. Bu əl işimdə güllərdir. Çəhrayı güllər olmalıdır. Əslində bu vərəqdə başqa rəsmlər çəkmişdim, bəyənməmişdim, silmişdim. Axırda dedim, yox, boşa getməsin də, ən azından akvarel vərəqidir, qalın vərəqdə atmağa əlim getmədi düzüm. Sildim və belə bir gül çəkdim. Bir də belə bir balaca ölçüdə. Bunu çox güman ki, elə quaşla işləyəcəm, amma bunu hələ ki dəqiq bilmirəm. Ya quaşla işləyəcəm, ya da akvarellə. Sizə mənim sevimli kofelərimi göstərmək istəyirəm. Baxın, biri budur, monarx, biri də cappuccino, bunlardır. Məsələn, bunu zakaz verəndə, tutaq ki, gəlib çıxmırsa və yaxud da evdə olmursa, bundan içirəm. Dadı çox qəşəngdir. İndi az qalmışdı. Dünən elə bir dənə də bundan götürdüm mağazadan. Bu hardasa bir aydan çox getdi məndə. Dəqiq indi vaxtını aldığım vaxta baxıb deyərəm. Bəzən elə oldu ki, gündə bir dəfə içmişəm. Bəzən elə olub ki, gündə 2 dəfə içmişəm. Hardasa 2 dəfəlik də burada qalıb. Belə deyim, 2-3 dəfəlik qalıb. Dadlı da karamellidir, amma sadəsi məncə daha yaxşıdır. Bu da cappuccino dadlı, üstündə şokoladı olan. Mənim sevimlimdir. İndi görək, ya bundan eləyəcəm, ya da bundan eləyəcəm, dəqiq bilmirəm. Paketin içində olanı hazırladım. Bir balaca sizə həyəti də göstərim. Oraya qarımız əriyir. Bəzi tərəflər qupqurudur, elə bir yaydı da, yəni o dərəcə. Baxın o hissələrə. Amma bu tərəflərdə kölcə çox düşür deyə qar gecəriyir. Biraz qalıb, demək olar ki, bitirirəm. Məncə çox qəşəng alınır belə naxışlar falan. İndi onu da bitirmək istəyirəm. Amma təbii ki, Faiq Ağayev orada məni gözləyir. Ara verdim rəsmə. İndi keçirəm dırnağımı düzəltməyə.
Dırnaqlarımı da bitirdim və ani qərarla dedik ki, gedək pizza yeməyə. Gəlin bir yerdə hazırlaşaq. İndi bilmirəm nə geyinim. Kofta olaraq bunu geyinmək istəyirəm. Belə vadalaskadır, toxunma. Belə qolları var. Bunun əslində dəsti, yubqası da var, toxunma. Boğazı da bir böyük balıqçı yaka deyirlər türklər, ondandır. Çox qəşəng qalır əyində, amma istəyirəm bunu bu dəfə şalvarla geyinim. Şalvar da bu 5 şalvarın arasında qalmışam. Bu dar butulka şalvar deyirlər, ondandır. Bu 6 trapez olandandır. Bu üçü də enlidir. Bunun cibləri çoxdur, xoşum gəlir. Ola bilsin ki, bunu geyindim ya bunu, ya da bunu. Üçündən birini ola bilər geyindim. Amma bunlarla da məncə pis qalmaz. Bir baxıb yoxlayacağım. Axırda da sizə göstərəcəm, görək hansını geyindim. Çanta olaraq da bunu, çünki mən biraz dəliyəm. Ayaqqabı nə rəngdirsə, çanta da o rəng olmalıdır deyə düşünürəm. Və kurtkam da onlara uyğun olmalıdır. Qara kurtka geyinəcəm. Bu çantanı götürəcəm. Qara ayaqqabı. Bu kofta, şalvarı hələ dəqiq bilmirəm. Saat olaraq da hələ seçməmişəm. İndi görək hansı rəngini seçirəm. Qaranı da taxmaq olar, qızıl, amma məncə daha uyğun olar bu ilə. Həm qolundakı detallara görə belə göstərim. Qol detallarına görə məncə elə qızılı uyğun gələr. Bunlar əsasən məncə sportda daha yaxşı olar. Bunlar da yenə klassikdə daha yaxşı olar. Qızılını da elə bu formada köynəyin üstündən taxanda məncə daha qəşəng olar. Çünki istər-istəməz qolu uzundur. Mən gərək koftanın üstündən taxım bunu. Bunun üstünə mən qoruyucu şüşə çəkmişəm, amma özü kimi qalmır. Biraz yəqin ki, istifadə edib sonra çıxardaram, bilmirəm. Çox da qəşəng görsənmir. İndi bunu taxıram. Baxın, bu formada belə dəmirləri var, belə taxılır. Yəni, rahat taxılan variant deyil bu. Bir balaca o incidir adamı, amma görüntüsü çox qəşəngdir. Yenə gəldik biz Panama. Bura mənim demək olar ki, ən sevimli yerimdir. Həm yeməklərinin dadı çox qəşəng olur, ağız dadımıza uyğun olur, həm də görüntüsü. Bura remontdan sonraki halıdır, yəni təzəlikcə remont olunub, dəyişdirilib və hər bir yer yaşıllıqla bəzənilib. Bəziləri sünidir, bəziləri gerçəkdir. Ümumi olaraq 2 mərtəbədən ibarətdir. Keçən dəfə biz 2-ci mərtəbədə oturmuşduq, Şüşəli tərəfdə. İndi isə dedik 1-ci mərtəbədə oturaq. 1-ci mərtəbədə məncə yaxşıdır. 2-ci mərtəbə isə daha sakitdir demək olar ki. Demirəm bu stilini mükəmməl dərəcədə bilirəm, amma bildiyimi isə istifadə etməyə deyəsən çəkinirəm ya da utanıram. Heç orasını özüm də bilmirəm. Məsələn, adicə sağ ol sözünü, ofisanta nəysə bir şey sifariş etməkdir və s. Bunları belə heç ağzımdan çıxarıb demirəm. Deyəsən elə Fuad yanımda olur deyə ona arxayın olub onun cavab verməyini gözləyirəm. Yeməklərin mini boy sifariş verməyimizə baxmayaraq heç birini yeyib qurtara bilmədik. Ümumi yeməklərin yarısından çoxunu qalmışdı. Ona görə də məcbur paketlədik. Faiqə Qayevin rəsmini bitirdim və belə oldu. Arxa fonu demişdim, dəqiq bilmirəm, ağ qalacaq və yaxud da qara qalacaq. Qara elədim, çünki rəsmin orijinalında da elə arxa fon qaraydı. Burada da uşaqlar oynayırlar həyətdə. Hava artıq isinir, qarımız əriyir. Və indi mən Faiqə Qayevin rəsmini paylaşmaq istəyirəm. Sadəcə dəqiq bilmirəm, video formasında paylaşım və yaxud da foto formasında paylaşım, kaydırma reels formasında paylaşım. Onu dəqiq bilmirəm. Biraz izlənmə olsun istəyirəm. Kaydırmada da izlənmə olur. Yəni kəşfiyyata daha çox düşür deyirlər. Bir də reels formasında da elə olur deyirlər. Ona görə də dəqiq bilmirəm. Amma mənim özümün ürəyincə oldu. Çox qəşəng çıxıb. Qismət olar, nə vaxt sözünə hədiyyə eləyərəm. Orasını dəqiq bilə bilmərik. Amma belə. Və gördüyünüz kimi bir yerli olaraq Faiqə Qayevi Rusiyaya gətirmişəm. Bu arada bu rəsmi də keçib bitirmişdim. Bunu paylaşdım və bəyənildi. Həqiqətən heç bu qədər gözləmirdim. Bu A4-dədir. Bu foto
çərçivəsi deyim də. Çərçivə də elə A4-dür. Amma bu rəsmə uyğun çərçivəm yoxdur. Ona görə də məcbur bu formada paylaşacağam. Bu da elə planşetli sırf rəsm üçün olan bir şeydir. Məncə elə pis görünmür və professional görsənir. Bunun öz yeri var, bunun da öz yeri var. Fotoları Instagrama yükləyən kimi elə ilk yorum yazan da Faiq Ağayevin özü oldu. Verdiyi dəyər üçün həqiqətən çox minnətdaram. Əl işimə dəyər verməyə məni çox xoşbəxt elədi. Sizə isə videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın.